Mən başqa dönərəm. Allah eləməsin. Acmışam ki, gələm çörək yeməyə. İndi bu mənim ağız dadıma uyğun deyilsə, o məndən aqressiv danışmalıdır, yoxsa necə? Axı düz danışmırsan. Necə danışım? Dedim, xoşuma gəlmir də. Mənim ağız tadıma uyğundur. Sən ağzını neyniyək biz? Nətə eləcə uyğun olsun? Ağız dadıma uyğun deyil də mən. Neyniyim sənin üçün də ağız tadıma uyğun olsun? Sizlə bir problemim yoxdur ki, mənim usta ilə problemim var. Usta da bizim ustadır da. Mən də qayıdıb deyirəm ki, Belə mən səni yerə düzəldirəm. yerivə Bir düzəldirəm. adam hamısı alır, bir adam kelməz, bir də o səndə gəldi. Gözəl insan. Deyirəm ki, mən sənin yerivə dönər düzəldirəm. Hala lazımdır. Hal-hazırda mən sənin kimi usta ola bilməsəm də, normal şəkildə bu işdən də anlayışım var. Mən sənin yerivə keçirəm, orada dönər düzəldirəm. Bir nəfər bəyənməsə, əti qoyursan kiloya, artıqlamasının 2 qat pulun verirəm. Sənin baş gözünür. Get bir dənə yer aç. İşlətmə də, yolda bağla çıx get Bir də. dənə yer aç, işlətsən, hə? İşlədirəm də. Ya orada nəyə də? Ay sağ ol. İndi bəs mənim pulum nə olacaq? Sənin pulun deyil burada. Yemirəm də, xoşuma gəlməz. Sən